Deməli, verilənlər bazasında tərifi məsələn bilmirsinizsə, ən azından detallara diqqət edin ki, verilənlər bazası fayldır, verilənlər toplusudur. Yəni biz ona proqram deyə bilmərik. Proqram olması üçün verilənlər bazasını idarə etmə sistemləri yazılmalıdır. Sonra verilənlər bazasının modeli onun məntiqi strukturundan aid edilir. Verilənlər bazasının modellərini bilirik, adlarını və əlavə olaraq çoxölçülü postrelyasiyada var. Əlaqələr mütləq diqqət edin ki, birin birə, birin çoxa, çoxun çoxa iyerarxikdədir, həmçinin relyasiyadadır. Şəbəkədə isə əlavə olaraq çoxun birə əlaqəsi də mövcuddur. Sonra keçək əsas məsələ relyasiya modelinin elementlərinə. Tərifləri siz bilmirsiniz. Məsələn, nəyin nə olduğunu şəkildə tutursunuz, amma cümlə kimi yazanda onu tuta bilmirsiniz ki, nədir. Ona görə bu cədvəli diqqətli öyrənin. Məsələn, nisbətin sxemi deyənə çoxunuza sual versəm cavab verməyəcəksiniz. Nisbətin adı və atributların siyahısıdır. İnformasiya obyekti real obyektin, prosesin, hadisənin informasiya təsviridir. Sonra rekvizitin tərifi real obyektin kəmiyyət və keyfiyyət xarakteristikasıdır. Açarın nə olduğunu bu dəqiqə mənə hamı izah eləyər, amma açarın desəm ki, tərifi nədir? Yenə susacaqsınız. Diqqətlə baxın, çünki sizə tərif verilir testdə. Bir və ya bir neçə atributdur. Verilənin tipi sahədəki, domendəki elementin qiymətinin tipidir. Güc, kortej, qüvvət, domen sayıdır. Ritmet sahəsi avtomatlaşdırıla bilən real dünyanın bir hissəsidir. İnfoloji isə informasiya obyektinin obyektləri bunlar arasında əlaqədir. Bu belə. Deməli, sonra digər məsələ. Baxın bu hissə. Verilənlər, biri var nisbətlər üzərində aparılan əməliyyat, bir də var aksesdə verilənlər üzərində aparılan əməliyyat. Ümumi olaraq nisbətlər üzərində aparılan əməliyyatlar iki qrupa bölünür. Bunlar hansılardır? Çoxluqlar üzərində aparılan əməliyyatlar, bir də nisbətlər üzərində aparılan xüsusi əməliyyatlardır. Çoxluqlar üzərində aparılan əməliyyatlara birləşmə, kəsişmə, dekartasiya, xüsusi əməliyyatlara isə proyeksiya, birləşmə və seçmə əməliyyatlara aiddir. Sonra relyasiya modelində nisbətlər üzərində aparılan əməliyyatı iki dildən istifadə edilir. Məsələn, 2022-ci qəbulunda açıq tipli sualda variantlarda istifadə edilir. Deməli, prosedur dillər relyasiya cəbrinə əsaslanır. Bura DBase dili aiddir. Qeyri-prosedur dillər relyasiya hesabına əsaslanır. Bura SQL-dir. Elə bil DBase dilində hər mərhələ mütləq qeyd edilməlidir, amma SQL-də birbaşa nəticəyə çıxmaq daha rahatdır. Ondan sonra unikal sahənin əsas və unikal xüsusiyyəti. Sahənin əsas xüsusiyyəti onun uzunluğudur. Unikal xüsusiyyəti onun adıdır. Yəni təkrar olunmur sahələrin adı. Sonra verilən cədvələ relyasiya modeli deyə bilmək üçün cədvəl bir neçə tələb ödəməlidir. Bunlar hansılardır? Bunları başa düşsən zaten əzbərləməyizə gərək yoxdur. Hər bir cədvəlin hər bir elementi bir verilən elementdir. Cədvəldə sütunların ardıcıllığı, daha doğrusu sətirlərin ardıcılığı istənilən qaydada ola bilər. Ondan sonra hər bir sətiri bir-birindən fərqləndirən açar sahə var. Hər bir sütunun ayrı-ayrı unikal adı var. Yəni sütunların adları təkrarlanmır. Sonra başqa buradan digər məsələmiz də cədvəlin əsas struktur vahidi sahədir. İnformasiya isə sətirlərdə, yəni yazılarda saxlanılır. Bunlar bildiyiniz xəstə. Sonra keçək artıq Access-in obyektlərinə. Bunun üçün Access proqramının özündən danışacağım. Deməli, uşaqlar, Access yaradılmış verilənlər bazası faylı təşkil edilir obyektlərdən ayrı-ayrı. Burada içlərində əsas obyekt cədvəldir. Və yaradılmış Access faylında sumaya görə bir dənə cədvəl olur. Cədvəllər necə yaradılır? Deməli, Create tabında şablon əsasında, datasheet rejimində, dizayn rejimində, bir də SharePoint siyahıları əsasında yaradıla bilər. Bu qaydada cədvəl yaradılır. Cədvəldə iki rejim istifadə edilir, datasheet və dizayn. Yadınızda saxlayın ki, datasheetdə cədvələ informasiya daxil etmək olur, amma dizaynda cədvələ informasiya daxil etmək olmur. Dizayn rejimində cədvəl 3 dənə sütunla xarakterizə edilir. Field name, data type, description. Və field name-də ayrı-ayrı sütunların adları qeyd edilir. Və yadınızda saxlayın ki, siz bura baxaraq yaradılan cədvəldə neçə dənə sahə, sütun olacağını müəyyən edə bilərsiniz. Yaradılacaq cədvəldə neçə dənə sahə olduğunu müəyyən etmək üçün haranı saymaq lazımdır? Field name.
ID, ad, soyad, yaş. Bəli, düzdür. Field name bölməsindəki sütun adlarını sadalalamamız kifayətdir. Ondan sonra daxil edəcəyimiz, yəni daxil etdiyimiz hər sütun üçün sahə tipi təyin etmək lazımdır. Sahə tiplərinin hər birinin bir-birinə fərqləndirən xüsusiyyətləri var. Baxın, short textdən long textin fərqi. Short textdə maksimum 255 simvol, long textdə isə maksimum 64 min dənə simvol saxlanıla bilər. Number mənfi 231 ilə 231 minus 1 aralığındakı ədədləri saxlayır. Buradan yəni sadəcə tam ədədlər yox, həmçinin kəsr ədədlər, həqiqi ədədlər ola bilər. Large number isə mənfi 263 ilə 263 minus 1 aralığında ədədlər saxlayır. Date time məlum məsələdir. Currency valyutadır. After number. Məsələn, after number-ı number-dan qarşılamayın. Yəni after number-da elə after sözündən tutmaq olar, hər bir sətir avtomatik olaraq nömrələnir. Yəni istifadəçi bura tək-tək nəsə daxil eləmir. Yes, no məntiqi sahə tipidir və həcmi 1 GB-a bərabərdir. Həmçinin long textdə də 1 GB-dır. Only object multimedia obyektlərini saxlayır. Burada maksimal həcm 2 GB ola bilər, saxlanıla bilən obyektlərin. Hyperlink hipersinatdır. Attachment bir neçə qoşma faylı saxlaya bilir və bu sahə tipində yenə maksimal həcm 2 GB-dır. Calculate və lookup wizard əlavə sahə tipləridir. Burada yadınızda saxlayın ki, field properties hissəsində bəzi xüsusiyyətləri təyin etmək olar. Hamısını əzbərləmirik, xüsusilə required və index əmrinə baxırıq. Required əmri nə üçün istifadə edilir? Yadınızdadır. Sahəyə informasiyanın daxil edilməsini məcburi edir. Yəni, boş qoymağa imkan vermir. Bəs indeksin əsas istifadə məqsədi nədir? İnformasiyanı tapmağı rahatlaşdırırdı. Bəli, informasiyanın axtarışını sürətləndirirdi. Yaxşı, deyə bilərsinizmi, hansı sahə tipləri indeksləşdirilə bilmir? Only, attachment, calculated, lookup wizard. Düzdür. Yaxşı, mənə deyə bilərsinizmi? Deməli, nə vaxt sahələr avtomatik indeksləşdirilir? Yəni, sən bu əmri tətbiq etmədən. Avtonomdur. Əgər ona key versək, primary key eləsək. Bəli, açar sahə kimi təyin etsək, avtomatik indeksləşdiriləcək. Yaxşı, onda belə çıxır ki, hansı sahələr açar sahə olaraq təyin edilə bilməz? Only, attachment, calculated, lookup wizard. Sağ ol, düzdür. Deməli, bu da belə uşaqlar. Buradan əsas bunlar bildiniz. Yaxşı, description-da maksimum neçə dənə simvol istifadə edilə bilər? 255. Anlasınız. Buradan bunları bildik. Keçək datasheet rejiminə. Datasheet rejimi cədvələ informasiya daxil etmək üçün istifadə edilir, amma sütunları da daxil etməyə imkan verir. Yaxşı, deyə bilərsinizmi, cədvəlin adında maksimum neçə dənə simvol ola bilər? Cədvəlin və sütunun adında, sahənin adında. 64. Bəli. Bəs neçə dənə sahə yaratmaq olar bir cədvəldə? 155. 255. 155. Yaxşı, cədvəlin və sahənin adında hansı simvollar istifadə edilə bilməz? Kvadrat mötərizəs, nida, bir də nöqtə. Əla, düzgün müqavilə, nida və nöqtə istifadə edilə bilməz. Əlasınız. Yaxşı, bu oldu belə. Ondan sonra bəs maksimum neçə dənə cədvəl açmaq olar bazada? 2048. Bəs cədvəllərin maksimal tutumu nə qədər olar? 2 GB. 2 GB. 2 GB, düz. Yaxşı uşaqlar, bunlar da bildiyinizə görə keçək növbəti məsələyə. Sətir və ya sütun, yəni yazı və sahə. Deməli, bunlardan hansına, məsələn, dondurma, ondan sonra gizlətmə, əməliyyatlarını tətbiq etmək olar? Sətrə yoxsa sütuna? Sətrə. Nə olar? Bunu uşaqlar. Sütunun kontekst menüsündən freeze fields, hide fields əmrləri var ki, bu sütunu gizlətməyə və dondurmağa imkan verir. Amma sətrin kontekst menüsündə həmin əmrlər yoxdur. Deməli, sətrə bunu tətbiq etmək olar. Olmur. Yaxşı, cut əmri hansı elementə tətbiq edilə bilmir? Sütunlara cut əmri tətbiq edilə bilmir, amma sətirlərə cut əmri tətbiq edilə bilir. Yaxşı, oldu belə. Sonra buradan bu qədəri kifayətdir. Cədvəllə bağlı başqa şey ehtiyac yoxdur. Keçək sorğulara. Deməli, uşaqlar, sorğu nəyin əsasında yaradılır?
Verilən əsasında. Cədvəllər. Cədvəl əsasında. Hə. Query dizayn rejiminə keçirəm. Sorğuda iştirak edəcək sütunları field sahəsindən təyin edə bilərsiniz, seçə bilərsiniz. Mən də seçirəm field bölməsində. Yaxşı. İndi sorğuda iştirak edən sahələr deyəndə hara baxmaq lazımdır? Seçilmiş olanlara. Yox. Sorğuda iştirak edən deyəndə field bölməsinə baxmaq lazımdır. Yaxşı. Sorğu nəticəsində alınan cədvəldə görünən sahələrin sayı deyəndə Show bölməsinə. show bölməsinə seçilmişlərə baxırsınız. Yaxşı uşaqlar. Show bölməsi pasiv olan sahəyə field şərt tətbiq etmək mümkündürmü? Yəni mən burada təqaüd üçün show pasivləşdirmişəm. Həmin sahəyə şərt daxil edə bilərəmmi? Xeyr, mən Eləmək olar, amma görünməz də yaradılan cədvəldə. Eləmək olar. Eləmək olur və tətbiq də olunur, sadəcə həmin sütun görünmür. Yəni Bəli. ona görə də sualımıza diqqət edirik ki, sorğuda iştirak edən sahə deyəndə fielddəki bütün sahələr başa düşür. Yəni fielddə hansı sahələr varsa adı. Deməli onlar sorğuda iştirak edə bilər. Amma alınan cədvəldə görünən sahələr deyəndə şova baxmaq lazımdır. Yaxşı, keçək bu kriteriya bölməsindəki şərtlərə. Hətta mən bir neçə dənə şərt tətbiq edirəm. Like A. Like A nə deməkdir Aldız? Adı A ilə başlayanlar. Düzdür. İndi hal-hazırda şərtlər tətbiq elədim kriteriya bölməsindən. İndi bu zaman sorğu necə olacaq, necə aparılacaq? Fərqli olanlar birləşir, eyni olanlar kəsişir. Yəni nə ilə nə Eyni. kəsişəcək, nə ilə nə birləşəcək? Mən Öncəlik oralar nəyə veriləcək? A ilə 40 kəsişir, 40 ilə C birləşir də, yəni belə. Deməli, öncəlik kəsişməyə verilir. Hər sətirdəkilərin, məsələn, birinci sətirdə 2 dənə şərt var, onları ayrı-ayrılıqda kəsişdirirəm. İkinci sətirdə də 2 dənə şərt var, onları ayrı-ayrılıqda kəsişdirirəm. Yəni bunlar arasında ən təşkil olunur. Sonra alınan nəticələri nə edirəm? Birləşdirir. Aysa o birləşdirilir. Yəni belə olur. Adı A ilə başlayan və yaşı 40-dan böyük olan şəxslər tapılır, kəsişdirilir. Sonra soyadı C ilə başlayan, təqaüdü 500-dən böyük olan şəxslər tapılır, kəsişdirilir. Alınan iki fərqli nəticə isə ayrı-ayrı sətirlərdə olduğu üçün nə edir? Birləşir. Birləşdirilir. Aydın oldu? Bəli. Bəli. Murad, deyəsən burada sənin problemin var idi. Sən indi buranı qarışdırmırsan ki? Bəli, Mələkə müəllimə, dünən nə soruşmuşdum, aydın oldum. Çox sağ olun. Tamam, okey. Sonra buradan da bu qədər. Query get. Sonra form nədir? Bazadakı verilənlərə baxmaq və yaxud da bazaya verilənləri daxil etmək üçün istifadə edilir. Sorğu və Və cədvəllər əsasında daxil yaradır. etmək üçün və yaxud da baxmaq üçün nələrdən istifadə edir? Sorğu və cədvəl. Blanklardan istifadə edir və nəyə əsasən yaradılır? Sorğu və cədvələ əsasən yaradılır. Yaxşı. Hesabat deyəndə nə başa düşürük? Report. Report. Çap edilir. Yəni çap olunur. Yəni bazadakı verilənlərin çap etdirilməsini təmin edən obyekt, əks etdirilməsini təmin edən obyekt başa düşülür. Deməli, hesabat nəyin əsasında yaradılır? Cədvəllər əsas. Sorğu və Cədvəllər və cədvəl. sorğular əsasında. Yaxşı, bu akses obyektləri arasında hansı redaktə edilə bilmir? Hesabatlar. Hesabat redaktə edilə bilmir. Yaxşı, hansı akses obyektində miqyas anlayışı var və hansı görünüş Hesabat. rejimindədir bu? Hesabatdadır. Hesabatda hansı görünüş rejimində miqyas görə bilərsiniz? Print. View'da. Print. Düzdür, print preview'da görə bilərsiniz. Maksimal miqyas və minimal miqyas nə qədərdir? 10.000. 10.000. Düzdür. Düzdür. Əlasınız.
Deməli, bu da belə uşaqlar. Deməli, bir də obyektlərin görünüş rejimlərini də yadınızda saxlayın. Dərsin sonunda bu cədvəldə yadda saxlayın. Məlumat. Bir də burada formaya datasheet də əlavə edin. Yəni dim datasheet də verir. Sonra uşaqlar, sorğu ilə bağlı bir sual verməyi unutdum. Sorğunun növləri hansılardır? Sadə, adi, genişləndirilmiş seçmə. Yox. Mən nə dedim? Parametrli O filtrli, seçmə, sən birləşmə, filtrli çarpaz. Seçilmə, Parametrli çarpaz, seçmə, birləşmə çarpaz, və birləşmə. parametrlidir. Sən filtrin növlərini dedin. Ayəsinə. Filtrin növləri hansılardır? Sahəyə görə filtr, seçilmişə görə filtr, advanced genişləndirilmiş filtr, bir də formaya görə filtr. Bir də bu seçilmişə görə filtrin işarəsini yada saxlayın, yanında ildırım işarəsi olandır. Sonra uşaqlar, bu oldu belə. Yaxşı. Verilənlər üzərində aparılan əməliyyatlar neçə qrupa bölünür? 4 qrupa bölünür. Bunlar hansılardır? Xüsusi, məntiqi, hesab, müqayisə. Yaxşı, hesab əməliyyatlar hansılardır? Toplama, çıxma, vurma. Belə. Bölmə, qüvvətə yüksəltmə. Hı -hı. Müqayisə əməliyyatları hansılardır? Böyüklük, kiçik, böyük, Nə bərabər deyil, deyəsən notubdur. ekvivalent. Not yoxdur. Böyükdür, Not kiçikdir, böyük bərabər, kiçik bərabər, bərabər, fərqli, bir də between. Matematik. Bəs məntiqi əməliyyatlar hansılardır? And or not. Bir, and or not equivalent. Belə yazdım. Yaxşı. Xüsusi əməliyyatlar hansılardır? Like, is null, not null. Bir də birləşmə. Is null, not null, Like, like, bir də birləşmə. in, bir də birləşmə sətirdən birləşdirilməz. Yaxşı, sabitlər hansılardır? Boşluq, null, true, false. True, false, Boşluq, bir də null. boşluq, bir də null. Burayı çox yazdım. Neyse. Oldu mu? Bunlar da belə. Sonra uşaqlar, bir də tablara fikir verin. Home, create, external data, database tools. Burada macros modul, makrosla bağlı əmr başqa hansı tabda qarşınıza çıxır? Bitdə vardı. Create-də var. Yox, create-də. Bir də Aa, clickdə var. Relationship lent qrupu harda var başqa? Table'da. Table alət tabında var, düzdür? Sonra belə. Bu da bəsdir. Uşaqlar, deməli, Access-dən gördüklərimi dedim. Gözlüyün görüm görmədim. Əsas və köməkçi tabların adına baxın. Home, Create, External Data, Database Tool, Add-ins, Print Preview, bir də Source Control. Bunlar əsas tablardır. Köməkçi tablar Design, Format, Arrange, Page Setup, Fields, Datasheet və Table-dır. Sonra Sort hissəsindən verilənlərin sıralanması əməliyyatı icra edilə bilir. Sonra bayaq filtrin növlərini dedik. Burada da qeyd edilir. Bir də bu işarələri, aşağı hissədəki işarələrin yəqin ki, təyinatını bilirsiniz, bu asandır. Sayı tiplərini dedik, bunlar dedik. Necə danışdıq? Bəsdir. Mənə bir də zəhməti attachment-ı deyə bilərsiniz bir də. Attachment bir neçə faylı eyni anda sahəyə daxil etməyə imkan verir. Bir neçə faylı eyni sahəyə daxil etməyə imkan verir. Bəli. Aydındır mənim üçün. Sən də sağ ol. Uşaqlar, deməli, bəli, Yasemin. Bir də kontekstualla bu əlavə tablar eyni şey deməkdir də. Bəli, əlavə, alət, kontekstual hamısı eyni şey. Al. Köməkçi və ya köməkçi demək olar. Hamısı eyni.
Sonra arkadaşlar, Aksisdə mənim demədiyim sizə maraqlı olan nəsə var? Hə, Murad? Bir də çoxun çoxu əlaqəsi hansındasa var idi, yoxsa Çoxun çoxu relyasiyada da var, Müslüm? iyerarxikdə də var, şəbəkədə də var. Bir dənə çoxun birə mən desən şey deyil. Şəbəkədə. Başqa sualınız var uşaqlar? Aynen, mən var əslində bir dənə bir şey dəqiqləşdirmək istəyirdim. Buyur. Kitabda 212-ci səhifədə məsələ həll nümunəsi verilib. Orada bir eyni sətirdə yerləşməyən sorğulara AND operatorunu icra edib də. Amma biz bayaq məsələ işləyəndə eyni sətirdə yerləşənlərə AND elədik. Harda tətbiq edib? 212-də. Hardadır həll? Deməli, bir dənə cədvəlin aşağı hissəsinə baxın, sorğu verilən yer, bəli. Ayrı-ayrı sətirlərdə yerləşib, amma yuxarıdakı Bunlar şərtdə birləşmə deyir ki, olacaq. AND. Harda deyir deyir axı AND? yuxarıda. Eyni şərtin müxtəlif sahələrində şərtlərdən AND əməliyyatı yerinə yetirilir. Eyni şərtin müxtəlif sahələrində şərtlərdən heç cümləni mən özüm başa düşmürəm nə demək. Yəni o demək istəyir ki, aşağıdakı şəklə görə AND əməliyyatını yerinə yetiririk. Yox, Ayşəqlər, bax qısası eyni sətirdədirsə əndə olur, ayrı-ayrı sətirlərdədirsə or olur. Bunu Belə. Orada eyni şərtin deyəndə məncə nəzərdə tutulur ki, kriteriyanın, yəni qabağında yazılan müxtəlif şərtlərdə, yəni müxtəlif sahələrdə yəni məncə bu şəklə aid deyil. Yəni ümumiyyətlə yazılır. Nəzəriyyə kimi Kriteriyanın verib, yəni. qabağında. Bəli. Bəli. Yəni başa düşdüm, Başqa tamam. qeyd edir bax onda. Qarşısında şəkil 10.17 yazılır. Ayşəqlər, nəysə siz qaydanı bildinizmi, bildiniz. Tamam mı? Mən də ona görə çalışdım bayaq. Deməli, ikisi də eyni sətirdə olanda AND-lə işləməliyik, ayrı-ayrı sətir olanda OR yazmalıyıq. Yəni bu Bəli. şəklə görə OR-la işləməliyik. Bəli, bu misalın həlli ondan. Hə, tamam. Yaxşı, başqa sualınız yoxdur aksesdən. Çünki akses normalda sizə qarışıq gələn mövzudur. Başa düşürəm. Sadəcə sualınız varmı? Varsa verin. Ay Rəşidə, Yasəmən, Murad, digər yoldaşlar. Yox, mənim yoxdur. Bir Ümida. dənə buydu. Eyvallah. Yox. Bizi yormayaq Yoxdur. məndən. Mən yormursunuz, onsuz da son əlavəniz. Sağlar. Yaxşı. Onda əlavəmiz də bu qədər. Mən sizdən elə son təkrarlarda 10-cu fəslə qədər təkrar eləmiş oldum. Qaldı şəbəkələri keçən həftə eləmişəm deyə eləmədim. Yenə eləyin. Bir də ki, kompüter qrafikasında ümumi qaydalarını demişəm. Əgər problem varsa, indi bir də deyim. Yoxsa özünüz baxın. Nəysə, təkrar eləmək üçün. Oldu mu? Yaxşı mənim. Uğurlar. Bəzilərinizdən əyən dərsdə sağollaşmışam, bəzilərinizdən sağollaşacağam. Ona görə hələ ki, bu dərsdə sağollaşma şeyini, pastını yığışdıraq. Gecəniz xeyrə qalsın. Birazdan Xeyrə onlayn qalsın. dərsdə görüşərik bəzilərinizdən. Sağ olun. Sağ olun, mənim yerə Sağ olun. haqqınızda. Təşəkkür edirəm. Sağ Sağ olun. olun, uşaqlar. Gecəniz xeyir qalsın.